Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Kıymet cemaat, Allah Teala'ya hamd olsun bizlere büyük İslam alimi İbn Qudame el-Maqdisi, Allah Teala ona rahmet etsin. Lum'atul i'tikad el-hadi ila sebilir raşad. Doğru yola yöneldən səhih əqidənin izahı. Kitabın oxumağa müvəffəq edir görkəmli alim Şeyx Salih İbn Fovzan el-Fovzan. Allah Teala onu qorusun şərhi, izahı ilə. Keçən dərsimizdə biz İmam Malik İbn Ənəsin və İmam Əhməd İbn Həmbəlin Allah Teala'nın gözəl adları və uca sifətləri haqqında olan sözün öyrəndik. İmam Malik İbn Ənəs günlərin bir günü məsciddə dərs keçən zaman bir nəfər şəxs içəri daxil olub İmam Malikə deyir ki, Allah arşa necə istiva edib və ucalıb? Allahın arşa istiva etməsinin necəliyin, keyfiyyətini soruşur. İmam Malik İbn Ənəs o adama deyir ki, Əl-istiva'u mə'lumun. Allahın arşa istiva etməsi məlumdur. Elmlə sübut olunur. Quran-ı Kərimdə ayələr və Rasul sallallahu aleyhi ve sellem hədisləri var. Vəl-keyf məchulun. Keyfiyyəti isə, necəliyi isə məşhurdur, yəni bilinmir. Allahın özündən başqa heç kim bilmir. Vəl-imanu bihi vacib. Buna iman gətirmək isə vacibdir, fərzdir. Mütləq inanmalıyıq ki, Allah Teala arşın üzərinə uzalıb, orada qərar tutub. Vəs-sualu anhu bid'atun. Bu haqda sual vermək isə olmaz. Yəni keyfiyyəti haqqında sual vermək olmaz, haramdır. Sən bidətçisən, çıxardın bu adamı məsciddən. Fitnə salırsın. Sənin sualın insanlar arasında fitnə salacaq. Və İmam Malik İbn Ənəsin sözü idi. Sonra isə İmam Əhməd İbn Həmbəlin, Allah ona rəhmət etsin, sözünü öyrəndik, lakin axıra qədər tamamlamadıq. Buyurur ki, İmam Əhməd İbn Həmbəl fi qavlin nəbiyyi sallallahu aleyhi və səlləmə innallaha yenzilu iləs-səmai dünya və innallaha yura fil qiyamə. Allah Resulü sallallahu aleyhi və səlləmin Allah haqqında demiş olduğu sözləri, Allah Teala gecənin hər üçdə birində dünya səmasına enir. Allah Teala qiyamət günü həqiqətən də görünəcəkdir. Və mə əşbəhə hədihil əhədith. Bu haqda olan hədislərin hamısı nu'minu bihə. Hamısına iman gətirib inanmaq. Həqiqətən də Allah Teala qiyamət günü möminlərə görünəcək. Və möminlər Allahı öz gözləri ilə görəcəklər. Necə ki, hədislərdə gəlir. Allah Teala gecənin axır üçdə birini dünya səmasına enir. Allah Teala qiyamət günü gələcək. Bütün bu haqda olan ayələr və hədislər hamısına iman gətirik. Və nusaddiq bihə. Hamısını təsdiqləyib doğrulayırıq. Lə keyfə və lə mə'nə. Özümüzdən keyfiyyət vermirik və özümüzdən mənada vermirik. Demək, iman gətiririk, təsdiqləyirik, doğrulayırıq, amma özümüzdən nəsə bir keyfiyyət, necəlik və məna da vermirik. Yəni, demirik ki, Allah Teala enir, yəni bu mənada. Qüdrəti enir, rəhməti enir. Allah Teala gələcək, yəni onun əmri gələcək. Lazım olsa da Allah Subhanahu taala bizə Quran-ı Kərimdə deyərdi. Mən yox, mənim əmrim gələcək. Mən yox, mənim rəhmətim enir. Amma deyir ki, mən gələcəm. Mən enirəm. Aydındır. Və bundan heç bir şeyi də rədd edib geri çevirmirik. Allah Teala'nın ad və sifətlərinin hamısı, xüsusən də sifətlər və gələn bütün sifətləri, hamısı qardaşlarım, başa düşülüb dərk olunandır. Mənası ərəb dilində başa düşülüb dərk olunandır. Yəni, gəlmək deyəndə biz hamımız başa düşürük nə deməkdir gəlmək. Enmək deyəndə başa düşürük enmək nə deməkdir. Ucalmaq deyəndə başa düşürük ki, ucalmaq nə deməkdir? Hamısı mənası da bilinir. Yəni, bunlara demək iman gətirən zaman biz mənaların da başa düşüb, dərk edərək doğrulayırıq. Amma keyfiyyətini bilmirik. Mənasını bilmirik. Allah Teala dünya səmasına enir. Allah Teala qiyamət günü gələcək. Allahın əli var. Yəni, əl başa düşürük, mənanı bilirik. Lakin keyfiyyətin necəliyi isə bilmirik. Bəzi firqələr çıxdı, xüsusən son əsrlərdə qardaşlarım, dedilər ki, biz bu sifətlərə iman gətiririk, lakin mənasını Allaha həvalə edirik.
Yəni mənada təslim olmuşuq. Və bunu da nisbət elədilər güya İmam Əhməd ibn Həmbələ. Xatırlayırsanız, keçən dərsdə biz burada qalmışdıq. İmam Əhməd ibn Həmbələ bəzi mufavvidaların iftira atmaları, hilə etmək üçün. Buyurur ki, فَلَا يَتَعَلَّقُ بِهَذِهِ الْعِبَارَ مَنْ يُرِيدُ التَّلْبِيسِ وَيَقُولْ إِنَّ الْإِمَامُ أَحْمَدْ مُفَوِّدَ. Həmin o təlbis, hilə işlətmək istəyənlər deyirlər ki, İmam Əhməd Allahın sifətlərinə iman gətirib, təsdiqləyib, biz də iman gətirib, təsdiqləyirik. Lakin güya İmam Əhməd mənaya gələn deyib, mənasını bilmirəm. Mənasını Allaha həvalə edirəm, ona təslim ollam. Aydındır. Halbuki İmam Əhməd elə bir şey deyim ki, az sonra öyrənəcəyik. Allahın sifətlərinə iman gətirən zaman təsdiqləyirik, doğrulayırıq, mənası da bilinir. Biz keyfiyyətin bilmirik. Oxşatmırıq, aydındır. Bunlar mənanı da deyirlər, bilmirik. Və deyirlər ki, o sifətlərin mənası yoxdur. Mənanı Allah özü bilir. Bu da nədir, qardaşlarım? Tariqatu əl-mufavvidə. Mufavvidaların yoludur. Vəl-İmam Əhməd leysə minəl-mufavvidə. İmam Əhməd o mufavvidalardan deyil idi. Yəni, mənanı Allaha həvalə edənlərdən deyil idi. Huvə minəl-mufavvidəti fil-keyfiyyə. Liənnəl-keyfiyyə yecibu təfviduhə. O, Allaha həvalə eləyirdi sifətin necəliyin. O sifətin necə olmasında dayanırdı. Deyirdi, mən bilmirəm. Allah bilir. O sifətin necə olmağın keyfiyyətin Allah özü bilir. Allahdan qeyrisi bilmir. Çünki, qardaşlarım, vacibdir ki, Allahın sifəti haqqında olan xəbəri, keyfiyyətin Allaha həvalə etmək. Özümüzdən keyfiyyət, məna verməyimiz haramdır, olmaz. Keyfiyyətin Allah özü bilir. Allah Teala gələcək, bəli. Mənası aydındır, bəli. Amma necə gələcək, onu biz bilmirik. Allah Teala görür, eşidir, dünya səmasına inir, danışır, bəli. Və Allah Subhanahu və Teala'nın danışmağı eşidilib, Allah Teala istədiyi vaxt istədiyini danışır. Və Allah Teala'nın danışmağı səsdən, kəlamlardan ibarətdir. Allah Teala Musa ilə danışıb. Muhammed s.ə.v ilə danışıb. Hətta iblislə danışıb. İblis də onu eşidib, elə deyirmi? Muhammed s.ə.v, Musa aleyhisselam. Amma keyfiyyətin, nicəliyin Allahın özündən başqa heç kim bilmir. Əmməl mə'nən luğavi fəhəzə vadihun la yəfudu bəl yufəssiru və yubəyyərə. Amma sifətin lüğəvi mənası, ərəb dilindəki mənası açıq aydındır. Burada təslimiyyətin yeri yoxdur. Əksinə izah olunmalı və bəyan olunmalıdır. Aydındır, qardaşlarım. Allah Teala'nın uca sifətləri haqqında gələn hər hansı bir sifət, sən ona iman gətirməlisən ki, bəli, var, Allah Teala belə bir sifəti var, Quranda və sünnədə gəlib. 2, təsdiqləyirəm, doğrulayıram. 3, mənası bilinir, başa düşülür. Allah Teala arşa ucalıb, ucalmaq bililən nə deməkdir? Allah Teala gəlir, gəlmək bililən nə deməkdir? Allah Teala enir, bililən nə deməkdir? Enmək başa düşürəm nə deməkdir? Aydındır. Amma keyfiyyətidir, necəliyidir, Allahın özündən başqa heç kim bilmir. Bunu həvalə edirəm Allaha. Bu işdə Allaha təslim olurlar. Aydındır qardaşlar. Əhl-i-Sünnə vəl cəmaatın yolu budur. Sonra buyurur ki, İmam müəllif, وَلَا نَرُدُّ شَيْئًا مِنْهَا. Və bu nassarda olan heç bir şeyi biz rədd edib geri çevirmirik. Yəni, لَا نَرُدُّ شَيْئًا مِنَ النُّسُوسِ كَمَا يَرُدُّهُ الْمُبْتَدِعَ. Allahın adı və sifətləri haqqında olan həmçinin qeybi xəbərlər. Bir dənə olsa belə nas nədir? Yəni, Quran və sünnə. Rədd etmirik. Geri çevirmirik. Necə ki, bidət əhli bunu edir. لِأَنَّهَا تُخَالِفُ عُقُولَهُمْ. Rədd edib, inkar edirlər. Səbəb, ağıllarına əks və müxalif olduğu üçün. Ağılları ilə uyğun gəlmədiyi üçün ayə və hədisi rədd edirlər. Allahu Ekber. فَيُرَدُّونَ النُّسُوسِ وَيُحَكِّمُونَ بِالْعُقُولِ. Nas, ayə və hədisi rədd edib, inkar edirlər. Ağılları ilə hökm verirlər. Qardaşlarım. Çox böyük bir zəlalətdir bu. Qardaşlarım,
İbn Qayyim rahimehullah deyir ki, mümkün deyil ki, Allahın ayəsi və hədisi, Rasul sallallahu aleyhi ve sellem hədisi ağla zid və əks olsun. Ağla zid və əks olsun. Əgər bir insan ayə və hədisdə nassı qəbul etmirsə, ya o nas səhihdir, ola bilsin, hədis samı uydurublar. Ya da nas səhihdir, ancaq bunun ağlında problem var. Mümkündür ki, səhih, doğru, nas, ayə və hədis insanın ağlı ilə üst-üstə düşməmiş olsun. Ağıl onu inkar edə bilməz. Sonra bu وَنَعْلَمُ أَنَّ مَا جَاءَ بِهِ الرَّسُولُ sallallahu aleyhi və səlləmə haqqun. Biz bilirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ilə gələn haqdır. مَا جَاءَ بِهِ الرَّسُولُ sallallahu aleyhi və səlləmə haqqun leysə fihi xata'un və la fihi tadlilun və la təlbisun. Peyğəmbər sallallahu aleyhi və səlləm ilə gələn haqdır. Onunla gələn nə idi? Quran və sünnə. Onda heç bir xata yoxdur. Onda heç bir zəlalət yoxdur. Onda heç bir təlbis və hilə yoxdur. Və innəmə huvə haqqun alə haqiqatihi. Həqiqətən də o haqdır və doğrudur. Cəə bihi astaqul xalq aleyhissalatu vəssələm. O nasla gələn məxluqatın və yaradılmışların ən doğru danışanıdır. Əlləzi lə yantiqu anil hava. O şəxs ki, havasından, nəfsindən isə danışmırdı. Allah Teala buyurur. وَمَا يَنْتِقُ عَنِ الْهَوَا اِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى. O havasından, nəfsindən danışmır. Onun danıştığı Allah'ın vəhyidir. Allah'ın vəhyidir. Allah Teala Yasin suresinde buyurur. وَمَا عَلَّمْنَاهُ الشِّعْرَ وَمَا يَنْبَغِي لَهُ. Biz ona şiir, qəzəl, qəsidə öyrətməmişik. Heç onun buna ehtiyacı da yoxdur. Yəni onun danıştığı Allah onu danıştırır. Vəhiydir. Əl-əmin, əl-mə'mun aleyhissalatu vesselam. O güvəniləndir, etibarlıdır. Və ona bir şey əmanət olunduğunda onu qoruyub saxlayır. Rasul sallallahu aleyhi ve sellemin adlarından da biri əl-əmin, yəni güvənilən, etibarlı. Ona bir şey əmanət olunduğunda da onu saxlayırdı. Hətta müşriklər onun dinini qəbul etməsələr belə, əmanətlərin gətirib ona verirdilər ki, sən saxla. Çünki sən əmanətə xəyanət edən olmamısan və deyilsən. فَمَا جَاءَ بِهِ حَقٌّ عَلَى ظَاهِرِهِ وَعَلَى حَقِيقَتِهِ. Onunla gələn hər bir şey istər zahirində haqdır və istər özündə haqdır. Görürsünüz, bidət və zəlalət əhli qardaşlarım. Heç o Məkkə müşrikləri qədər deyir. Məkkə müşrikləri dini qəbul eləməsələr belə, amma öz əmanətlərin ona tapşırırdılar. Bidət əhli isə nə edir? Sən sözün dayan, gözlə, ağlımızla, fikrimizlə üst-üstə götürəcəyik. Döyürsə, salamat qal. Görürsünüz, bütün xavariclər də belədir. Bax, məsələn, bayaq Ağsaqqal sual verdi. Bu hədislər səhihdir, bəli, səhihdir. Bəs niyə xavariclər qəbul eləmir? Çünki məzhəblərinə üst-üstə düşmür. Necə qəbul eləsin? O hədisi qəbul eləsə, onda onların məzhəbi də əqidəsi alt-üst olacaq. Və ya rafizlər, və ya sufilər, və ya aşarilər, və ya maturidlər. Bu qədər ayələr, hədislər var. Niyə qəbul etmirlər? Bilirlər ki, qəbul etsələr, məzhəbləri yerinə yeksə alınacaq, batırılacaq. Və ona görə. Ona görə Peyğəmbər s.ə.v buyurur ki, لَا يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى يَكُونَ هَوَاهُ تَبَعًا لِمَا جِئْتُ بِهِ. Sizdən biriniz iman gətirməz, ta ki, öz nəfsi, havası mənimlə gələn şəriətə tabi olmadıqca. Yəni, ağlımız da, nəfsimiz də, havamız da kimə tabi olmalıdır? Allah Resulü sallallahu aleyhi və səlləm ilə gələn şəriətə. Bu din ağılla deyil. Bu din ağılla deyil. Ağıl nə üçündür? Bu dini başa düşüb onu əməlləmək üçün. Yoxsa ağıl özündən din icad eləmək üçün deyil. Həzrət Əli məşhur hədis deyir, əgər bu din ağılla olsaydı, mən məshin üstünə yox, altına məhz çəkərdim. Çünki bulaşan yerlə təmas olan altıdır. Lakin gördüm ki, Allah Resulü sallallahu aleyhi və səlləm məshin üstündən məhz çəkir, mən də ona görə üstündən məhz çəkirəm. Tardım. Bu din tabiçiliyidir. Bu din təslimiyyətdir.
Değerli kardeşlerim, bu ki وَلَا نَرُدُّ عَلَى رَسُولِ اللّٰهِ sallallahu aleyhi ve sellem. Biz Peygamber sallallahu aleyhi ve selleme karşı da gelmirik. Ona neyse reddetmirik. Bəli. Zəlalət və bidət əhlinin etdiyi kimi. Əslində onlar Nas'ı inkar edəndə Allah Resulü sallallahu aleyhi ve sellemi rədd eləmiş olurlar. Aydındır. Hədisi inkar edirsə bir insan. Demək o kimi inkar edir? O hədisi söyləyəni də inkar edir. Ayəni inkar edirsə bir adam, demək o ayənin sahibində, o kəlamın sahibindən uca Allah'ı inkar edir. Buyurur ki, Rasul sallallahu aleyhi ve sellem yəqul yanzilu Rabbuna. Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, bizim Rəbbimiz enir. Düzmü? Amma onlar nə deyir? Yanzilu əmruhu. Özü yox. Əmri enir. Bax, Allah Resulü sallallahu aleyhi ve sellem deyir, Rəbbimiz Allah enir dünya səmasına. Onlar deyir, yox. Onun əmri enir, özü yox. فَيَسْتَدْرِكُونَ عَلَى الرَّسُولِ sallallahu aleyhi ve sellem يَقُولُونَ مَا بَيَّنَ الرَّسُولُ الْحَقِيقَ. Və Peyğəmbər sallallahu aleyhi ve sellemə başladı ağıl öyrətməyə, yol öyrətməyə. Amma bununla əlavə nə deyirlər? Allah Resulü sallallahu aleyhi ve sellem dediyi hər bir şey haqdır, doğrudur, ən gözəl din İslamdır. Ay qardaş, deməyə heç nə verilmir. Axı sən ona rədd edirsən o sözün, geri çevirirsən axı. Hətta bax o firqələrə ilahi nəğmələr qoşurlar, canım qurban olsun sənin yoluna. Ay, buna Allah heç nə vermir. Sevdiyini söyləyirsənsə, tabiçiliyində bunu göstər. İmtihan ayəsi var Quran-ı Kerimdə. Allah Teala buyuruyor ki, Kul in kuntum tuhibbunallaha, əgər siz Allah'ın sevdiyinizi söyləyirsinizsə, fəttebi'uni, onda mənə tabi olun. Yuhbibkumullah. Allah da sizi sevsin. Sevən sevdiyinə tabi olar. Sevən sevdiyinin sözü ilə, tapşırıqlarla oturub da. Yoxsa ona sən sevirəm, ancaq sözü qəbul eləmirəm. Sən sevirəm, ancaq sənki, səndə mənki. Belə sevgi olar? Əsla və əsla olmaz. Allah Resulü sallallahu aleyhi ve sellem deyir, Rəbbimiz enir, amma onlar deyirlər ki, özü yox, əmri edir. Həmçinin ayəyə də qarşı gəlirlər. Allah Teala deyir, وَجَاءَ رَبُّكَ, sənin Rəbbin gələcəkdir. Onlar deyir, yəni əmri gələcək. Və bu zaman Quran-ı Kərimə əks müxalif olurlar. Və Quran-ı Kərimə əks olmaq da Allaha, aləmlərin Rəbbi olan uca Allaha qarşı gəlməkdir. Çünki Quran-ı Kərim kimin sözüdür? Aləmlərin Rəbbi olan uca Allahın sözüdür. Burada kifayətdən inşallah Allah Teala bizləri eşidib başa düşüb faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Allah Teala'dan istəyirəm ki, onun gözəl adları və uca sifətləri haqqında, həmçinin şəriətin bütün məsələlərində, şəriətdə balaca məsələ yoxdur. Bütün məsələlərində Allah Teala'nın kitabı, Quran-ı Kərimə və Rasul sallallahu aleyhi və səlləmin sünnəsinə və bu Quranı və sünnəni səhabələr, sələflər necə başa düşüblərsə, tabi olub təslim olmağa bizə müvəffəq etsin. Bizim başa düşməyimizə artıq ehtiyac yoxdur. Başa düşənlər başa düşüb, Allah Teala deyib ki, Quran, sünnə, səhabələrin yolu. Bizim üzərimizə indi düşən nədir? Nəsə icad edib, fikir ortalığa çıxartma yox. Tabiçilik, təslimiyyət qutardı. İmam Malik ibn Ənəs deyir ki, bu ümmətin əvvəli nə ilə islah olmuşdusa, axırı da, yəni sonradan gələnlər də onunla islah olmasa, xeyir tapa bilməyəcəklər. Bu ümmətin əvvəli Quran, sünnə, səhabələrlə islah olmuşdu. Əgər biz də islah olmaq istəyiriksə ki, Allah bizi bağışlasın, əfv et, cənnətinə qoysun, gərək Quran, sünnə və o səhabələrin yolu ilə gedək. Ağlımız ora uysun, gözümüz ora baxsın, ora təslim olaq, ora tabi olaq və kim də onlar kimi deyirsə, onlara tabi olaq. Kim də onlar kimi söyləyirsə, onlara tabi olaq. Yoxsa səhabələr deyir bir cür. Amma sən ayrı cür deyirsənsə, üzürlü say məni. Allah Teala mənə deyib ki, səhabələrə tabi ol. İmam Şafi rahiməhullahın yanına bir nəfər kişi gəlir deyir ki, mən Quran-ı Kərimi oxuyanda Qurana tabiçiliyi, hədisə tabiçiliyi bildim. Bəs səhabələrə tabiçiliyi harada yazılıb? İmam Şafi deyir ki, darıxma, sənə onun dəlillərini deyəcəm. Və gedir bunun üçün Quran-ı Kərimi 4 dəfə xətm edir.
Bütün dəlilləri, sıracı deyə bilərdi birin ya ikisin. Amma bütün dəlilləri istəyib deyə. Təfsilatı cavab verər. Gəlir deyir ki, Allah Teala Quran-ı Kərimdə buyurur: وَمَنْ يُشَاقِقِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى. Kim haqq ona bəlli olduqdan sonra, demək haqqın çatması, hüccətin çatması burada var. Bir insana görə hüccət çatsın. Peyğəmbərə qarşı gəlsə, وَيَتَّبِعْ غَيْرَ سَب۪يلِ الْمُؤْمِنِينَ və möminlərin yolundan başqa bir yola tabi olsa, kişi deyir ki, hə, burada möminlər sahabələrdir. Möminlər sahabələrdir. Sonra Allah Teala Tövbə surəsində nə buyurur? وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ. Dində hamını ötüb keçən muhacirlər və ənsarlar. Yəni, muhacir və ənsarlar heç kim fəzilətli olmayacaq. Muhacirlər, ənsarlar, sahabələr idi də bunlar, deyirmi? وَالَّذ۪ينَ تَبَعُوهُمْ بِإِحْسَانٍ. Və yaxşı iş görmədi onlara tabi olanlar, onlara kimlər? Yəni, sahabələrə tabi olanlar. Radiyallahu anhum və radu'an. Allah onlardan razıdır, onlar da Allahdan razıdır. Demək, bir insan Allahın razılığını qazanmaq üçün nə eləməlidir? Muhacirlərə, yəni sahabələrə tabi olmalı. Demək, Allah Teala deyir ki, mən həm sahabələrdən razıyam, həm də yaxşı işlər, yəni ibadətində, əqidəsində, mənhəcində sahabələrə tabi olanlar razıyam. وَاَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِينَ تَحْتِهَا الْأَنْهَارِ. Allah Teala cənnətlər hazırlayıb, ağacları altından çaylar. Xalidinə fiyhə. Əbədi qalacaqlar. Kim üçün hazırlayıb bunu, qardaşlarım? Bu ağacları altından çaylar axan bağçanı kimə hazırlayıb? Kim cənnətdə əbədi qalacaq? Kimdən razıdır, qardaşlarım? Cavab, səhabələrin yoluna tabi olanlardır. Qutardı. Allah Teala hamımızdan razı olsun. Allah Subhanahu Teala bizi səhabələrin, sələflərin yolundan ayırmasın. Subhaneke Allahümme bihamdik. Eşhedü en la ilahe illa ent. Estağfiruka ve etubu ileyk.